müəllim. Sizə nə olub? Bu nədir belə? Deməli, mən çox oturdum, fikirləşdim və qərara gəldim ki, biz az təminatlı işlərimizə kömək eləmək üçün bir zat fikirləşmək lazımdır. Ona görə də özüm keçdim yarımışdata ki, yarımışdat maaşı alım, qalan maaşı o az təminatlı işçilərin ailəsinə zad eləsinlər. Məsələn. Çox sağ olun Muxtar müəllim. Değməz. Çok sağ olun. Sizin bu sözleriniz beni kanatlandırdı. Az kaldı ki sevincimden, sizin bu muhabbetinizden, bize olan muhabbetinizden uçum gedem. Gel. Muhtar müəllim, siz gözəl təşəbbüs göstərmisiniz. Doğrudan da Muhtar müəllim fikirləşin. Eğer siz özünüz şəxsən, bax siz özünüz bizim sirkimizin kocaman işçilerine, kocaman sənətkarlarını, ömrünü, gününü, hayatını bizim sirkimizin geleceği namine eriden, Şam kimi onun yolunda eriyen işçilere yardım elinizi uzatmasaz, ihtiyacı olan işçilere kaygı göstermesez, Muhtar müəllim, biz kim bu kaygı elini uzatacak? Kim? Bura bax, Şirulla sən zad eləmə. De görüm sənə nə lazımdır? Bilirsiniz Muhtar müəllim, mən sizin yanınıza zamanımızın ruhuna uygun olan bir teşebbüsle gelmişim. Bu öyle bir teşebbüstür ki hem size hem bana hem de sirkimizin geleceği inkişafına büyük tekan verecek. Bakın Muhtar müəllim, siz etrafınıza bakanda ne görürsünüz ha? Düzdür, Muhtar müəllim, bura kabinettir. Her taraf bağlıdır. Sizin bura kabul otağınızdır. Lakin təsəvvür edin. Bak her taraf açıktır. Ne görürük? Ülkeler birbirinden ayrılır. Dost dosttan ayrılır. Kollektif təsərrüfatlar təsəvvür edin ki ayrılır, ferdileşir. Şair kaleminden, arvad erinden ayrılır. Aktör griminden ayrılır. Çisla. Akaküzü. Bakın siz özünüz de Muhtar müəllim, ben sizin bu hareketinizi alkışlayıram. Deməli siz de zamanımızın ruhuna uygun olarak ayaklarınızdan ayrılmışsınız. Ay kişi ayaklarım məktəbə nə dəxli var? Qəliz zad eləmə. De görüm nə demək istəyirsən? Sənə nə şey lazımdır? Bilirsiniz Muhtar müəllim, indi her yerde özelleşmeye böyük meyil var, akım var. Sən nə özəlləşdirmək istəyirsən? Ay yazık. Şirləri Düz tapmışsınız. Düz tapmışsınız Muhtar müəllim. Sizdeki meharete ben heyran kaldım. Siz adamın yüzüne bakan kimi onun yüreğinde olan sirleri açıp elinizin işi kimi okuyabilirsiniz. Bəli Muhtar müəllim. Bu size acı gelse de, sizin xətrinizə dəysə də mən sizin xətrinizə ömrüm boyu dəyməmişəm. Siz bizim əvəzsiz müdürümüz, direktorumuzsunuz. Muhtar müəllim, mən öz şirlərimi götürüb özel sirk açmaq istəyirəm. Ben sizin sirkinizdən ayrılmaq istəyirəm. Ona güzel bir adla fikirləşmişəm. Şirulla'nın şirləri. Şirullah vəhşi şirləri ram edir. Şirullah öz başını cesaretle şirin ağzına salır. Bak sizin bu vəziyyətinizdə güzel bir sirk nömrəsini hatırlatma olar. Bir dakika Muhtar müəllim, zəhmət verirəm, üzr istəyirəm əziyyət verdiyimə görə. Muhtar müəllim, bax təsəvvür eləyin ki siz dünya səyahətində çıxmışsınız və güzel bir nömrə ilə dünya tamaşaçılarının qəlbini ram eləmişsiniz. Budur, böyük bir manej. Sirkin səhnəsi sizin nömrənizin üzünə açılır. İşıqlar yanır, göy, sarı, qara, yaşıl ışıqlar maneji ışıqlandırır. Tamaşaçılar həsrətlə siz gözləyirlər. Bəli, bu tərəfdən də qəşəng gözlü, sürməli qaşlı, gözəl dodaqlı, sifəti gözəl, özü ağappaq bir eşək içəri daxil. Sağlam olun. Onun üstünde de sizin bedeniniz gelir. Bəli, onun arkasıca ise sizin ayaklarınız maneje dahil olur. Burada almışlar. Bak, bunun adını da fikirleşmişim, adını da fikirleşmişim. Bunun adını diri baş koymak olar. Şirulla, düz deyirsən, sən çox diribaş adamsan.
ve aynı zamanda ben diyelim ki çok tripaç adamsan. Sana kim icazə verib ki, hükümetin, devletin şirlerini götürüp özelleştiresen, şir senin için bir şey değil ki tutup... Bu işin həlli var. Əvvəlcə şirləri icarəyə götürürəm. İşləyirəm, dünya səyahətinə çıxıram, pul qazanıram, pul əldə edirəm. Sonra isə onları rast özəlləşdirirəm. Olur mənim şəxsi şirlərimsə. Şirullah, sen penceviz adresen yok şalvarımı da şeylesen, o şilleri icareye götürebilmezsen, o şilleri saklamak için adamda dört lazımdı, dört! Sen dörtün var. Nə? Dört! Bağışda Muxtar müəllim, dövlət. Yani devlet teminatı. Neçə illərdir siktir işləyirsən, hələ bilmirsən ki, dörtdədir. Sən heç bilirsən ki, bu zatlar, bu şirlər gündə nə qədər ət yedilər, hə? Ay baba. Ay Muxtar müəllim, sənin oyunuz olsun. Burada ne var ki Muxtar müəllim? Gedib bankdan pul götürürəm, kredite kurtardı gitti. Ay bədbaxt. Kim indi sənə zat götürüb kredit verən? Bu saat herkesen öz taleyini özü həll edir, özü. Bu saat herkesen gene öz zadıyla yaşasın. Ben hatta özümün 678 seyfeli çiğ poemamda belə bir misraları qəmginliklə, təmtəraqla zədələmişdim. Bu dünya bir mənzərədir. Her gelen yiyip içer, yeryüzünde iz bırakıp taleyin Ne diyor? yiyip içer, sonra da taleyini seçer. Sen de git, fikirleş. Yaxşı, yaxşı. Zaten hemen sonra ben şeye başlayacağım. Yeryüzünde iz bırakıp taleyin. Yeryüzünde iz bırakıp. Çok poetik yazmışsın Muhtar müəllim.